Bir kişi Əmirül Müminin Əli ibn Əbi Talib ağanın yanına gəlir. Deyir, ağa, məni moizə elə, mənə nəsihət elə. İstəyirəm ki, bir söz deyəsən ki, həyatımda o mənə dərs olsun, ibrət olsun. Qalə Əmirül Müminin aleyhisselam lirəculin səələhu ən ya'izəhu la təkun mimmən yərcül ahirətə bi qeyril əməl və yurcid tövbətə bitulil əməl. Olma o kəs kimi uzun uzadı arzular edir, amma tövbələr gecikir, tövbəni gecikdirir. La təkun mimmən yərcül ahirətə bi qeyril əməl. Deməli, əməl etmədən axirət arzusunda olanlardan olma. Heç bir əməli yoxdur, amma axirət arzusundadır. Və ardıca buyurur ki, olma uzun uzadı arzularla tövbələri uzadanlardan, gecikdirənlərdən. Əməl etmədən axirət arzusunda olanlardan olma. Uzun uzadı arzularla tövbəni gecikdirmə. Məsələn, görürsən, eləsi deyir ki, bu işim düzəlsin, başlayacam. O iş düzəlir, o bir iş çıxır meydana, bu düzəlsin, başlayacam. Elə 20 ildir, 30 ildir başlayır, amma hələ başlayıb qutara bilməyib.